Azərbaycan və Pakistanla birlikdə yeni addımlar atacaq. Bunu Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan deyib. O bildirib ki, rəsmi Ankara türk dilli ölkələr və İslamabadla əlaqələri daha da gücləndirəcək. Biz birlikdə yeni işlər görəcəyik. Ərdoğan təfərrüat açıqlamayıb. Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Pakistanın baş naziri Şahbaz Şərifi qəbul edib. Liderlər prezident iqamətgahında bir araya gəlib. Rusiya Milli Qvardiyasının Rəqəmsal İnkişaf və İnformasiyanın Mühafizəsi Departamentinin rəisi general-mayor Mikhail Varensov xüsusilə külli miqdarda dələduzluqla bağlı cinayət işi çərçivəsində saxlanılıb. Bu barədə TASS hüquq-mühafizə orqanları məlumat verib. Hazırda onunla bağlı istintaq hərəkətləri aparılır. Onun nəticələrinə əsasən Rosqvardiya generalı barəsində həbs qəti imkan tədbirinin seçilməsi ilə bağlı qərar veriləcək. Rusiya və ABŞ arasında Ukrayna münaqişəsi ilə bağlı danışıqlar prosesi çətin keçir. Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib. Gərgin iş gedir. Biz Amerikalılarla danışırıq. Proses çətindir və çox vaxt aparır. Dərhal nəticə gözləmək lazım deyil. Bu işi açıq şəkildə görmək olmaz. Ukraynanın Paska atəşkəsinin uzadılması ilə bağlı təklifi hələ də qüvvədədir. Bununla bağlı danışıqlar aparmaq üçün Rusiya tərəfindən ciddiyyət tələb olunur. Bu barədə Ukrayna prezidenti Vladimir Zelenski deyib. Zelenski qeyd edib ki, hazırda Rusiyanın pilotsuz uçuş aparatları ilə həyata keçirdiyi kütləvi hücumdan sonra Xarkovda xilas etmə işləri davam edir. Zaporojyeyə avia bombalarla zərbə endirilib. Nəticədə yaşayış binalarına ziyan dəyib. Təəssüf ki, bir nəfər həyatını itirib. Ailəsinə və yaxınlarına başsağlığı verirəm. Təkcə bu hücum nəticəsində 20-dən çox insan yaralanıb. Onlardan 4-ü uşaqdır. Zelenski əlavə edib. Aprelin 22-sində Avropa Birliyinin müşahidəçiləri Ermənistan Silahlı Qüvvələrinin Gorus rayonunun Xanazaq qəsəbəsi istiqamətində yerləşən döyüş mövqeyinə gələrək foto və video çəkilişlər aparıblar. Avropa Birliyi missiyasının nümayəndələrinin hərəkətləri Azərbaycan ordusunun bu istiqamətdə yerləşən bölmələri tərəfindən əyani və texniki vasitələrlə izlənilib. Azərbaycan və Ermənistan döyüş postları bu ərazidə bir-birinə çox yaxındır. Qeyd edək ki, bundan öncə Ermənistan Müdafiə Nazirliyi güya Xanazaq istiqamətində ordumuzun atəş açdığı haqda iddia yaymışdı. Azərbaycan Müdafiə Nazirliyi bu iddianı təkzib edib. Mən indicə İsrailin baş naziri Netanyahu ilə danışdım. Bu sözləri ABŞ prezidenti Donald Trump sosial şəbəkədə yazıb. Biz bir çox məsələləri, o cümlədən ticarət, İran və bir çox məsələləri müzakirə etdik. Çox yaxşı söhbət oldu. Biz bütün məsələlərdə barikadanın eyni tərəfindəyik. ABŞ İrana qarşı növbəti sanksiyalar siyasını elan edib. Bu barədə ABŞ Maliyyə Nazirliyinin məlumatında deyilir. Qeyd olunub ki, İranın 2 vətəndaşı və 12 şirkətinə sanksiya tətbiq olunub. Rusiya lideri Vladimir Putin özü ABŞ-a hazırki cəbhə xəttində Ukrayna münaqişəsini dayandırmağı təklif edib. Bu barədə Financial Times 3 mənbəyə istinadən məlumat yayıb. Qeyd olunub ki, Putin bu barədə Trumpın xüsusi nümayəndəsi Steve Witkoffla Sankt-Peterburqda görüşü zamanı deyib. Mənbənin sözlərinə görə, Putinin təklifinə əsasən Rusiya hələ də Rus ordusunun nəzarətinə alınmamış Donetsk, Lugansk, Xerson və Zaporojye vilayətlərinin ərazilərindən imtina etməyə hazırdır. Qəzet qeyd edir ki, təklif xüsusi hərbi əməliyyatın başlanmasından bəri Moskvanın maksimalist tələblərindən geri çəkilə biləcəyinin ilk rəsmi işarəsidir.